Heydər Əliyev adına Beynəlxalq Hava Limanı. Bakının Binə qəsəbəsi ərazisində yerləşdiyi üçün əvvəllər Binə Hava Limanı adlanan bu beynəlxalq uçuş zolağının adı 10 mart 2004-cü il tarixdən dəyişdirilərək ümummilli lider Heydər Əliyevin şərəfinə adlandırılıb. Hava limanı Bakı şəhərindən 20 km şimal-qərbdə yerləşir və şəhərlə əlaqəsi 2008-2009-cu illərdə istismara verilən iki ən müasir avtostrada ilə təmin edilir. Bütün beynəlxalq standartlara cavab verən bu hava limanı coğrafi mövqeyinə görə şərqlə qərb və şimalla cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilib. Bakı, qədim şəhər. Şəhərin çoxsaylı abidələri onun keçmişindən xəbər verir. Möhtəşəm qala divarları ilə əhatə olunan içəri şəhər, düşmən qarşısında həmişə yenilməz bir sədd olub. Keçmişi ilə öyünməyə haqqı olan bu şəhərin qədimliyini sübut edən minlərlə tarixi abidələri, yurt yerləri arasında Binə kəndinin də özünə məxsus yeri var. Binə, Abşeron yarımadasının şərq hissəsində, Bakı şəhərindən şimal-şərqdə, Düzən vadidə, okean səviyyəsindən təqribən 30 metr aşağıda yerləşir. Qəsəbənin ərazisi 31,5 kvadrat kilometrdir. On 19-cu əsrin əvvəllərində Çar Rusiyasının yerli əhali arasında apardığı siyahıya almada Binə kəndinin adı Kürkənd kimi göstərilir. Bu fakt Binədə məskunlaşan əhalinin Kür çayı sahillərindən gəldiyinə işarə edir. Binə qəsəbəsinin tarixində açılmayan düyünlər çoxdur. Binə kəndinin ərazisində arxeoloji qazıntılar gedmir. Dəqiq kəndin yaşını təyin etməkdən ötürü alimlərin əllərində əsas yoxdur. Binə kəndi üçün Abşerona məxsus quraq ərazilər xarakterikdir. Aparılan müəyyən elmi tədqiqatlar göstərir ki, torpağın alt qatı qayalıqdan ibarətdir. Amma qaya ilə torpağın üst qatı arasında şirəli torpaq da var ki, məhz onun sayəsində Binədə əkinçiliyi və bostançılığı inkişaf etdirmək olub. Tarixən Abşeron torpağı da öz münbit şəraitinə görə tərəvəzçilik və bostançılığın inkişafında mühüm rol oynayıb. Son illər belə qərara gəldim ki, burada Binə qəsəbəsi üçün ənənəvi olmayan limon becərməklə məşğul olum. Bu məqsədlə təxminən 4-5 il bundan qabaq cənub zonasına getdim. Oradan gördüyünüz bu limon ağaclarının ştillərini götürdüm. Burada əkilən ağacların hər birinin 4-5 yaşı var. Əvvəl tərəddüd edirdim. Çünki bilirdim ki, sitrus meyvələr, limon adətən münbit, qara torpaqlarda əmələ gəlir. Bakı yerində isə bu bizim dediyimiz bu şit qum, bağ qumudur. İnanmırdım ki, burada belə bir məhsuldarlıq alına bilər. Amma Allahın köməkliyi ilə elə gətirdi ki, heç Lənkəran torpağından fərqli olmayan şəkildə bu limonlar gözəl cücərdi. Vaxtilə Binə
taxıl zəmiləri, ağ qovunu, göy göyərtisi ilə ətraf kəndlərlə rəqabətə girərdi. Azərbaycanda 50-dən çox yemiş növü becərilsə də, binəlilərin yetişdirdiyi ağ qovun öz dadına görə onlardan fərqlənirdi. Şirinliyi, zəngin vitaminləri ilə seçilən binə qovunu yayın istisində ürəklərə sərinlik gətirərdi. El arasında buna ağ qovun deyirlər, bəzən qırmızı dodaq da deyirlər. Çox sən deyən böyük olmur, bu 3 kilo, 4 kilo olur. Sonra çox şirin olur. Çox şirin olur. Bu mənim indi həyətimdə payızı gəlib bu 2 dənə. 3 dənə də o qalxoz qovunu deyirik. Ondan payızı gəlibdi. El arasında çox populyar olubdu qovun. Binə yerində, binə torpağında yaxşı əmələ gəlir. Adına, sanla olubdu. Binənin ağ qovunu adla məşhur olubdu. Məhsuldar torpağı olan kənddə üzüm bağları da mövcuddur. Bağlardan yığılan məhsuldan doşab, sirkə, abqora, kişmiş də hazırlayırlar. Hal-hazırda kənd cəmaatı yenə də öz təsərrüfatı ilə məşğuldur. Bu bağ öz əlimizin məhsulu ilə yaradılıbdır. Bu bağda 20-dən yuxarı sortlar var. Burada daşanma üzümlərdir, oradan-buradan gəlmə. Həcəbas olub o vaxtları. Həcəbas sortu götürüb gəlib Nağdıranda yetişdirilib o sort. İndi burada da var o sortdan. Xatunu sortları var, şanlılar var cürbəcür. Ağadayı sortu vardı burada. Sonra burada əkilən sortdan şirəyi var, Nağdırandan gəlibdir, şirəyi sortları var. Babam Əbdürrəhim olubdur. Əbdürrəhimin də atası Əlmas olubdur. Onlar üzümçülüyü ilə məşğul olub. Həbz Abbas da o vaxtı üzümlə məşğul olubdur. Qohumlarımızdan Həcə Abbas olub o vaxtı. Götürüb o sortu gəlib Azərbaycana götürüb gəlib. Həcə Abbas sortu indi burada yetişdirilir. Həmin sortdan bizdə də var. Azərbaycanın qədim el sənəti nümunələri Bakı kəndlərində də geniş vüsət tapıb. Belə el sənəti nümunələrindən ağac üzərində oyma, xalçaçılıq bu günün özündə də binədə qorunub saxlanmaqdadır. O vaxtı o toxuma işləri var idi. Anam bu parça üzərində tikiş məşğul olub. Baxardım həmişə, deyərdim ki, mən də istərdim nəsə bir sənəti. Sonra getdim dərnəyə. Dərnəkdə bu rəssamlıq sənətini. Get-gedə sonra qurtardım. Getdim Texniki Peşə Məktəbinə. Və orada 2 il oxudum, bu sənəti öyrəndim. Əvvəlcədən fikrim olur nəyisə çəkmək. Onu mən kağız üzərində çəkirəm. Fikirləşirəm neçə gün. Hansısa bir nəyisə yaratmaq istəyirəm. Beynimə gəlir bir dənə fikir. Onu çəkirəm eskizini. Neçə gün üstündə işləyirəm, eskiz hazırdır. Sonra onu mən köçürürəm taxta üzərinə. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Bakı kəndlərinin orta ümumi təhsil məktəblərinin əsaslı təmir və yenidən qurma işləri hər il davam etdirilir. 2012-ci ildə Cənab Prezidentin yeni bir sərəncamı ilə 1934-cü ildə inşa olunmuş köhnə məktəb binası sökülərək onun yerində 400 şagird yerlik idman zalı və ağ zalı daxil olmaqla məktəb binası inşa olundu.
Həmin binanın açılışına Cənab Prezident özü təşrif buyurdu və xanımı Mehriban Əliyeva ilə birlikdə gəlib bu məktəb binasını açdılar. Həmin ildə Cənab Prezidentin o 2007-ci ildə tikilmiş binanı baxandan sonra onun təcili təmirinə də sərəncam verdi və 2014-cü ilin avqust ayında həmin binanın açılışına yenidən Cənab Prezident özü təşrif buyurub həmin binanı açılışını etdi. Beləliklə, şəhid Əmir Əhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən 35 sinif otağından ibarət 780 yerlik yeni korpusu dövlət başçısının tapşırığına uyğun olaraq əsaslı şəkildə yenidən quruldu. Binanın günümüzə qədər gəlib çatan bir sıra ölkə əhəmiyyətli tarixi abidələri ərazidə qədim yaşayış məskənlərinin olduğunu sübut edir. Balaca bir məscid olub, sonra yanıb o. Yanında həmin o daşı götürüblər, bu məscidin divarına yapışdırıblar. Ancaq şəxsən mən bu versiyaya inanmıram çox. Ancaq ola bilər ki, dəqiq elə olsun. Ancaq orada məscid salamat olduğuna görə daşı da var. Tarixi memarlıq abidələri, türbə və məscidlər bu ərazilərin qədimliyini bir daha təsdiqləyir. Binə cəmaatı indi də bilir ki, biz Əmirxanlılar ancaq qoyunçuluqla məşğul olmuşuq. Binə kəndi Nardaran kəndinin taxıl yeri olubdu. O vaxt əkərmişlər, gedərmişlər, bir müddətdən sonra cəmaat burada köç salmalı olub. Əsasən də heyvandarlar eləyib bunu. Çünki buradan taxılını biçib, samanını Nardarana daşımaq biraz əziyyətli olduğuna görə heyvanla köçüblər binəyə, köç salıblar. Buradan rahat olublar üçün. Qışı binədə yaşayıblar, yayı yaylaqlara köçüblər. Binə kəndinin Qubada, bir də Qobustanda yaylaq yeri olub. Bu bizim dədə-baba adətimiz olduğuna görə biz bunu tərk edə bilmirik. 5 dənə, 10 dənə də olsa həyətdə saxlayırıq bunu. İnşası 2013-cü ildə başa çatan qəsəbədəki İmam Rıza məscidi də Heydər Əliyev fondunun təşəbbüsü ilə yenidən qurulub. Binədə birinci bir dənə balaca məscid olub aeroport tərəfdə, köhnə aeroport tərəfdə. Ondan sonra bu birisi məscid olub. 1913-cü ildə də bu Səlim məscidi inşa olunub. Binənin keçmişindən söz düşəndə acı xatirələrlə dolu, qanlı qadalı günlər də yada düşür. Bu kəndin neçə dəyərli oğulları Sovet bolşevizminin qurbanı olub. Qala tərəfdən, Suraxanı tərəfi, bütün ətrafı hamısını geziblər.
bu torpağı Binə kəndinin torpağını veriblər onlara. Özü də həmin o yerdən ki torpaq verilib, onların o sahənin künclərində beydaşı deyilir. Beydaşları da bu yaxınlara qədər var idi. Biri qala altında idi, biri Hövsən tərəfdə, o qabaq Talkuska vardı, o Talkuskanın yanında idi. Biri Romana tərəfdə, biri də bu yanda Mərdəkan Çanağı tərəfdə. Hamısı da yaxşı biliblər ki, bey torpağı təmənnasız bağışlayıb bunlara. Yavaş-yavaş başlayıb inkişaf eləməyə, gəlib çıxıb 1832-ci ilə. Kəndə də ad veriblər Kürkəndi. Həmin o vaxtda Kürkəndi deməli kəndində 31 nəfər yaşayıb. 31 nəfər orada əhalisi olub. 6 evləri olub, 31 nəfər əhali. Beləliklə kənd başlayıb genişlənməyə. 1878-ci ildə Kürkənddə 157 nəfər siyahı üzrə kişi xeyli alınıb. 106 nəfər isə qadın. Əmim oğlum toyunda çörək yaptı ana toy üçün. Çalanlar da bu oldu, evin dalında burada küçədə toyları oldu. Bir arada işlettiler o hamamı. Sonra biz de gittik o hamama. Onun cadı da vardı nedir? Ne değiller o? Çimi pak olurlar yadımdan çıktı. Karxana değiller, ne değiller ha? Orada vardı. Cemaat gidip gelirdi o hamama. Sonra arada bağlandı herkes özü için hamam tikdi evlerinde. Vaxt var deyib, məsələn, bu Abşeronda ən böyük kənd Məşdağa kəndi idi. Məsələn, biz bilirdik də əhalinin sayına görə də. Ancaq hal-hazırki dövrdə binənin ərazi ilə əhalinin sayı gəlib Məşdağa kəndini də keçib. Əhalini məşğul edir. Əvvəllər demək Əzbəyov neft olub. Əsas bizdə bu yaxşı neftçilərimiz olub. Sonra aeroportda işləyiblər. Sonra safxozlarda işləyiblər. Əsas əkin, maldarçılıq olub. Sevindirici haldır ki, Bakının qədimliyini özündə yaşadan bir çox yerlər kimi Binə kəndi də əsrlərin sirrini özündə saxlayan tarixi abidələri ilə insanların marağını kəsb edir. Kürkəndilərin gəlməsində, bura gəlib düşməsində onlar bəzi deyilənə görə, sənəd yoxdur məndə, eşitdiyimə görə onlar gəliblər Azərbaycan ərazisi ki, İran indi ərazisi sayılır, o tərəfdən gəliblər.
Nə olub orada aralarında danışıqda heyvandar olublar, özləri dövlətli, abırlı, necə deyirlər, adamlar olublar. Ona görə abırlarını saxlamaq üçün baş götürüb heyvanları ilə gediblər. Gəlib çıxıblar Göyçay torpağına, orada Kürkənd gəlib orada məskunlaşıblar. Sonra orada da Kürkəndində oğurluq başlayıb, bunların heyvanların zadın oğurlayırlar. Çıxıblar oradan, heyvanı otara gəlib çıxıblar. Kəndin həyatı ilə bağlı əhəmiyyətli məsələlər vaxtaşırı kənd ağsaqqalları və ziyalılarının toplaşdığı məclislərdə qızğın müzakirə edilir. Belə müzakirələrin nəticəsi olaraq kənd cəmaatını düşündürən bir çox problemlər öz həllini tapmaqdadır. Onlarla xidmət və ticarət obyektləri, müxtəlif profilli kiçik müəssisələr qəsəbə sakinlərinə hərtərəfli xidmət edirlər. Son illərdə ölkəmizdə gedən yüksək inkişafın nəticəsi olaraq Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən müxtəlif dövlət proqramları Binə qəsəbəsində də uğurla həyata keçirilir.